Göz qaralır, baş fırlanır, adam solur eşkiden. Gör dünyada neler olur eşkiden. Ben de serbest bir adamam, yoldaşam kadınlara. Polat kimi yüreğim var, sevgi hara ben hara. Adın nedir? Züleyha. Aşık olmazsan? Yok ha. Hiçbirisi aşkınadır kişilerinin keleği. Hiçbirisi aşkınadır kişilerinin keleği. Ben sevilen o adile meçhul yalan demeyi. Kadın kişi beraberdir, sevgi nedir, aşk nedir? Avaralık elmek için bunlar bir bahanedir. Adın nedir? Muhammed. Söz mü söz değil? Kardeş. Başla. Ha, geç benimle. Elə bir günün öz yaşında o adama sən acıqlana da bilərsən. Ondan söz götürə bilərsən. O radio da elədi, o stol da elədi. Sən bunların ağasısan. Amma bunlar sənin ömür yoldaşındır. Bütün ömrü boyu, bax ərin gedir, oğlun səni atır, qızın sənlə yaşayır, amma sənlə döyür ruhən, düz deyil. Onları bilirəm kəndi. Ona görə də onu münasibət... Yüngül özüm keçirəm bunları. Yox, keçmə. Keçmək olur. Yüngül keçmək şey yapmamışam. Dəqiq, bir dənə balaca qısaq olsun. Bugün alaq əl çəkimsən. Dəqiqliyi ilə ver onu mənə, mən bilim ki, özülü var, əl çəkimsən. Salam aleyküm ay Nesibe. Ha. Beni çağırtırıp özü yerinde yurdunda yok. Hiç bundan çıkmayan iş. Bahar. Be. Ecip. Güzel. Kağız çoğaz. Yaxşı otardı. Sağlıqla otursun laf ya. Can. Sen benim işkinim. Eşitür benim xətrimi ne çok istəyir. Qalacaqlı cümale səndin. Çok qalacaqlı. Yukarı başını vurup işkilimi. Allah! Alo! Salam aleyküm. Xeyr, mən Nesibe bacı deyirəm, mən cənnətəm. Cənnət, bəli. Xeyr, yoxdur, gəlib çıxmayıb elə. Kimdir soruşan? Mütəllibdir.
Lap yaxşı, lap yaxşı. Qohumusan, ha? Neyini? Allah nə lütfetsin şeytana. Bilmirəm, gələr deyərəm. Xuda hafiz. Sesindən mülayim adam oxşadı. Rəhmətli nənəm deyərdi ki, indi deməsin, torpaqsan yaşayım. Deyərdi, mən adamları sesindən tanıyıram. Mən də nənəmə oxşamışam. Nəsibə ki? Sümürtlə. Bəs Nəsibə hardadır? Mən də onu gözləyirəm. İndi harda olsa bir samata gələr. Bilmirəm. Bu Nasiyanın bu işlərindən laf acığım gəlir. Qoca qarıları başına yığır bunlarla. Nə söhbət eləyir, baş çıxartmıram. Ayım. Salam verir. Aleyküm. Həsrətin qəlbimi yaxıb yandırır. Ey məndən xəbərsiz bilmirsən nədən. Arada olsan da ürəyimdəsən. Əgər qayıtmasan peşman olarsan. Bu kimdir az? Işıklı gündüzün döner geceye. Sen bu hakikati bilmirsen neden? Bakınca bir kötü terler ahlar için bu ayrılıktan. Kayıt öz eşkinde, öz niyetinde, kayıt mənə olan məhəbbətinlə. Eğer kayıtmasan, peşman olarsan, sen öz varlığına düşman olarsan. Işıklı gündüzün döner geceye, sen bu hakikati bilmirsen neden? Eğer kayıtmasan, peşman olarsan, sen öz varlığına düşman olarsan. Işıklı gündüzün döner geceye, sen bu hakikati bilmirsen neden? Oy. Sesim yaman battı. Dünenki konsertten sonra dedim beni bu kadar okutmayın. Cemaat çekmiş oy. Onun dermanı məndə, başın haqqı. Az, bir cam dayanarmaya qanmırsan belə qabdı. Bir cam eşek sütünü qoyursan qaynamağa. Ondan sen yaxşı bilərsən. Bu yekəlikdə də sarımsaq kötüyünü əzib qatırsan onun böyrünə. Qarışdırıb odun üstündə bir burun qaynata ötməsin. Ötdü heç nə. Ondan səhər tezdəndən ac qarnına onu içirsən. Bir samat keçir başın haqqı. O quşun adı nədir? Bülbül, başın haqqı. Bülbül kimi cəhcəh vuracaqsan. Baxan ötən hayır olacaq. Zasaget çok sağ ol. Çok sağ ol. Ses açılmak için eşek sütüyle sarımsak karıştırıp içmek lazımdır.
İnteresine özü içipti göresen. Nenem yaşında arvad olmasaydı, ya бы несколько слов сказала бы. Ну, жаль. Bu Nəsibə harda qaldı ya? Balam univermaği bazarı karış karış gezerim. Meykala müşterinin karşısında süzerim. Mal gelen magazinin kapısında yatarım. Ayakkabı aspirin her neredeyse kaparım. Balam beni yaxşı tanıyıp her zaman garzadıcı. Beni yaxşı tanıyıp her zaman garzadıcı. Adım diller astarı, kız bacıyım kız bacı. Adım diller astarı, kız bacıyım kız bacı. Sattığım mal bol olur, hem ucuz hem pahalı. İstəyirsən sən üçün tapmışım signalı. İtalyan şaketleri bire 5 gedirirdi. Onlar kişi değilken bana diye gelirdi. Balam beni yaxşı tanıyıp her zaman garzadıcı. Beni yaxşı tanıyıp her zaman garzadıcı. Adım diller ezberi, kız bacıyım kız bacı. Adım diller ezberi, kız bacıyım kız bacı. Mene bak güzel bacı. Artist bacı seyrenen. Senin neyini ve bir paltar var. Bir paltar var. Be. Elə bil 10 dəfə ölçüp bir dəfə biçimler. Yukarıdan gir, aşağıdan dar. Yanları böyle açık. Gedəndə görürsən ki, beşenk. Yanlar paltar terpenir. Göyde gezir 700'e 800'e. Özüm 550 almışım, 50 manat koy üstüne vermen 600 manat. Necedir kadası? Nərdisiyə fikire gitme. 3 dəfəyə verersin. 200. Sen yaxşı bilərsən, bu Fransız okuyanı var ya, müğənni, Mir Məryəm xanım. Ay onun cetdine kurban olun be. Miri Meryem yok. Miri Matiyem. Ay sağ ol, ay bak o. Deyir ki, müğenninin zengindir, repertuarı olmasa da ama gerek zengindir, gardırobu gerek olsun. Bəli. Ona göre ki, eğer sen köhne paltarda yeni mahnılar okusan, hiç el çalan da olmayacak, kulak asan da olmayacak. Ama qəşəng paltarda gardırobun kitiz oldu ya, köhne mahnı da okusan geçecek. Diyecekler ki, Ela müğennidir, vış! Siz la paltarşınarsınız. Bəli, mən çoxdanın paltarşınasıyam. Əncəlmiyim. Bu da ben. Siz hamınız hoş gelmişsiniz.